Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bu gün yenə sizə proqrama ən son əlavə olunan mövzulardan təhsildə müasir pedaqoji yanaşmalar, əməkdaşlığa əsaslanan konstruktiv, refleksiv və adaptiv yanaşmalar haqqında izah təqdim edəcəm. Bu mövzumuz bizim çətin bir mövzu deyil. Özünüz izah etdikcə görəcəksiniz ki, çətin mövzu deyil. Sadəcə burada söz yığınağı biraz çoxdur. Time kitabında biraz mövzu uzun formatda verilib, amma buna baxmayaraq görəcəksiniz ki, orada hər bir yanaşmada nümunələr gətirərək cədvəl formasında orada aydın şəkildə izah verilib. Mən öz izahımda da sizə mövzunun mahiyyətini çatdırmağa çalışacağam. Əsas o mahiyyətini başa düşdükdən sonra testləri də rahat şəkildə işləyə biləcəksiniz. Birinci ilə başlayaq. Əməkdaşlığa əsaslanan yanaşmadan. Adından da göründüyü kimi əməkdaşlığa əsaslanır. Əvvəllər ənənəvi təlimdə elə idi ki, sinifdə şagirdlər arasında daha çox rəqabət olurdu. İndi isə biz deyirik ki, müasir təlimdə rəqabət yol verilməzdir. Düzdür, bəzi üsullardan biz istifadə edirik, oyunlaşdırma kimi və yaxud da süni intellekt proqramlarından istifadə edərək, amma ümumiyyətlə rəqabətə biz deyirik ki, uşaqlar arasında o gərgin rəqabət yaratmaq yol verilməzdir. Belə olduğu halda onlar arasında münasibətlərə mənfi təsir edir. Ona görə düzgün bir hal deyil. Bugünkü yanaşmada isə əməkdaşlığa əsaslanan biz deyirik ki, uşaqları əməkdaşlığa sövq edin. Yəni artıq burada uşaqlar düşünür ki, mən nə edim ki, yoldaşıma yaxşı mənimsəməyə köməklik göstərə bilim. Artıq əməkdaşlıq şəraitində işləyirlər. Və bu yanaşmanın əsas məqsədi odur ki, şagirdlər burada bir-birlərindən öyrənə bilsinlər. Zəif şagird güclü şagirddən nə isə öyrənə bilsin. Ümumiyyətlə, insanın ən yaxşı öyrənmə üsullarından biri özünün bildiyini başqa biri ilə müzakirə edərək başqasına öyrədəndə daha gözəl şəkildə özü də mənimsəmiş olur. Və artıq burada uşaqlar əməkdaşlıq şəraitində bir-birlərinə rəy verirlər, bir-birlərindən fikir mübadiləsi aparırlar, müzakirələr təşkil olunur və özləri də gözəl şəkildə, yaxşı şəkildə öyrənmiş olurlar. Bir də əməkdaşlığa əsaslanan təlim mühitində uşaqlar arasında sosial bacarıqlar da inkişaf edir. Yəni onlarda ünsiyyət də inkişaf eləyir, əməkdaşlıq bacarıqları da inkişaf edir, bir-birlərinin fikirlərinə hörmətlə yanaşmağa çalışırlar. Bunlar hamısı nədir? Əməkdaşlığa əsaslanan yanaşmadır. Mən sizə ümumi şəkildə, konkret şəkildə bu yanaşmanın mahiyyətini öz sözlərimdən izah etdim. İndi isə baxaq kitabda verilənlərə. Deyilir ki, bu prosesdə hər bir iştirakçı həm öyrənən, həm də öyrədən rolunda çıxış edir. Yəni qrup işi zamanı əməkdaşlıq şəraitində hər bir iştirakçı həm öyrədə bilir yoldaşlarını, həm də öyrənən yolunda. Yəni o biri yoldaşlarından özü də nə isə öyrənə bilər, həm öz bildiyini başqasına öyrədə bilər və qrup üzvləri bir-birinin öyrənməsinə köməklik edir, fikir mübadiləsi aparır, qərarlar qəbul edir, nəticəni birlikdə təqdim edirlər. Və burada da təbii ki, müəllim nə edir? Fasilitator rolunda çıxış edir. Uşaqları prosesi idarə edən tərəf. Yəni ki, burada müəllimin rolu fasilitator rolunda çıxış etməkdir. Və təbii ki, uşaqlarda empatiya bacarıqları, ünsiyyət bacarıqları, həyati bacarıqlar, əməkdaşlıq bacarıqları kimi müxtəlif bacarıqlar da inkişaf etmiş olur. İndi isə gələk bura. Deyilir ki, əməkdaşlığa əsaslanan təlimin əsas prinsipləri və komponentləri bunlardır. Deməli, əməkdaşlığa əsaslanan təlimin burada 5 dənə prinsipi verilib. Hansılardır? Birincisi burada deyilir ki, müsbət qarşılıqlı asılılıq. Yəni, müsbət qarşılıqlı asılılıq deyəndə hər bir qrup üzvü anlayır ki, ayrı-ayrılıqda deyil, yalnız birlikdə işlədikdə məqsədə çatmaq mümkün olur. Yəni, mən qalib gəlsəm, sən də qazanırsan prinsipi burada hökm sürür. Yəni, burada bəzən biz qrup işi zamanı müşahidə edirik ki, uşaqlar hər özü üçün işləyir. Yəni, hər öz üzərinə düşən vəzifəni belə deyim də, sakit şəkildə əməkdaşlıq etmədən, müzakirə etmədən özləri səssizcə işləyirlər. Yəni, burada birinci mərhələ ona görə vacibdir ki, uşaqlar bunu şuurlu şəkildə dərk eləməlidir ki, əməkdaşlığın mahiyyətini, yəni biz birgə işləyirik də burada. Əməkdaşlıq şəraitində işləyiriksə, biz bunu fikir mübadiləsi aparmalıyıq, bir-birimizlə müzakirə aparmalıyıq. Yəni onun dərk etməlidirlər ki, əməkdaşlığın əhəmiyyəti nədir? Birgə işləməyin faydaları nələrdir? Yoldaşlarına faydası nədir? Yəni mən burada artıq qalib gəlirəmsə, deməli komanda da qazanmış olur, başqaları da qazanmış olur. Bu olur birinci prinsipimiz. İkinci prinsipimiz isə deyilir ki, fərdi məsuliyyət. Fərdi məsuliyyət, yəni adından da görünür, burada deyilir ki, hər qrup üzvü yalnız ortaq işin hissəsi olmaqla kifayətlənmir, eyni zamanda öz fərdi töhfəsini verir və nəticələrə görə məsuliyyət daşıyır. Yəni burada hər öz üzərinə düşən vəzifəsini, öhdəliyini məsuliyyətlə etməlidir. Qrupun nəticəsi
Mənim də işimdən asılıdır düşüncəsi onda formalaşmalıdır uşaqda. Çünki biz deyirik ki, qrup işi zamanı vəzifə bölgüsü aparılır. Hər bir uşağın öz üzərinə düşən vəzifəsi olur. Yəni artıq o hələ öz məsuliyyətini dərk eləyəndə öz üzərinə düşən vəzifəni, öhdəliyini məsuliyyətlə yerinə yetirməlidir. Üçüncü prinsipimiz ondan ibarətdir ki, ünsiyyət və qarşılıqlı kömək. Yəni ünsiyyətin də qaydaları var. Hər kəsi sona kimi dinləməlidir. Bir-birlərinə fikirlərinə hörmətlə yanaşmalı, bacarmalıdır. Hər kəsin fərqli bir baxış mövqeyi olur burada və onu olduğu kimi qəbul etməli, bacarmalıdırlar. Deyilir ki, ünsiyyət və qarşılıqlı köməkdə qrup daxilində üzvlər bir-biri ilə məlumat mübadiləsi aparır, bir-birlərinə izahlar və suallar verir, yardım edirlər. Yəni qarşılıqlı köməkləşirlər. Fikir mübadiləsi aparır burada da. Artıq nəyisə bilməyəndə, məsələn, o biri qrup yoldaşı ona izah eləyir, onun mahiyyətini başa salır, sual verir, yardım edirlər. Bu ünsiyyət və qarşılıqlı köməkdir. Dördüncüsü isə sosial bacarıqların inkişafıdır. Yəni burada da qrup işi təkcə öyrənmək deyil, həm də dinləmək, fikir bildirmək, müzakirə etmək, razılığa gəlmək bacarıqları formalaşdırılmaqdır. Yəni bəzən elə uşaqlar olur ki, bu qrup işi zamanı kiminsə fikri ilə razılaşmır. Deyir ki, ancaq mənim dediyim düzdür. O bir uşaqların fikirləri ilə razılaşmır. Belə olduğu halda o uşaqda sosial bacarıqları da zəif inkişaf edib deməkdir. Yəni burada artıq bir-birlərini dinləməlidirlər, bir-birlərinin fikir bildirməlidirlər, müzakirə etməli və razılığa gəlmək bacarığı olmalıdır. Yoxsa sənin dediyin fikir yaxşı deyil, ancaq mən dediyim düzdür. Yəni ortaq şəkildə razılığa gəlməyi bacarmalıdır uşaqlar burada. Və 5-cidə isə deyirik ki, qrup prosesin refleksiyası. Refleksiya ümumiyyətlə hər bir fəaliyyətdə biz bilirik ki, işimizi tənqidi yanaşmalıyıq. Tənqidi yanaşmağı bacarmalıyıq, refleks etməyi bacarmalıyıq, öz işimizi dəyərləndirməyi bacarmalıyıq. Başqa nədən istifadə edə bilərəm, nəyi mən burada düz etdim, nəyi mən burada səhv etdim və burada da qrup üzvləri müzakirə edirlər, nəyi yaxşı etdik, nəyi təkmilləşdirmək olar. Artıq öz işlərini, öz fəaliyyətlərini edirlər, refleksiya etmiş olurlar. Və burada da deyilir ki, əməkdaşlığa əsaslanan yanaşmanın üstünlükləri və nəzərə alınmalı olan məqamlar. Elə bayaqdan mən sizə Lord dildə izah etdiklərimdir. Yəni artıq qrup fəaliyyəti zamanı heterogen, özü də qrup fəaliyyətində biz demişdik ki, heterogen qruplardan istifadə etmək lazımdır. Çünki heterogen qruplar müxtəlif, yəni eyni xüsusiyyətlərə malik uşaqları bir qrupda yox, qarışıq qruplardan istifadə etmək, hər bir şagirdin fərqli xüsusiyyətlərini də nəzərə almalıyıq. Həmçinin də qarışıq qruplardan istifadə etməliydik burada. Fərqli səviyyəli şagirdlərin bir-birindən öyrənməyə təşviq etmək lazımdır burada. Çünki bəzi uşaqlar olur, zəif uşaqlar olur biraz. Potensialı güclü şagirdlər olur, orta səviyyə malik olan şagirdlər olur. Ona görə biz deyirik ki, həmin o uşaqları, fərqli səviyyəli uşaqları bir qrupda, yəni heterogen qarışıq qruplarda istifadə edərək həm burada diferensiallığı təmin edə bilərik, həm inklüziv mühiti təmin etmiş olaraq. Və burada da bir sıra xüsusiyyətlər qeyd olunub. Deyir ki, bu yanaşmadan istifadə edərkən şagirdlər aşağıdakılara diqqət etmək lazımdır. Nələrə diqqət yetirə bilərik? Qrupları formalaşdırarkən bacarıq səviyyələri müxtəlif olan şagirdləri bir araya gətirmək. Bayaq dediyim kimi, yəni heterogen qruplardan istifadə biz etməliyik. İkincisi odur ki, tapşırıqları strukturlu edin. Yəni qrup işi üçün konkret vəzifə, rol bölgüsü, yəni ki, bayaq da mən sizə dediyimdə qrup işi zamanı biz nə etməliyik? Vəzifə bölgüsü aparmalıyıq. Bu vəzifə bölgüsü, yəni hər bir uşağın öz üzərinə düşən məsuliyyəti olur, işi olur. Və bunu qrup bölgüsünü biz də edə bilərik. Şagirdlərin öz öhdələrinə də buraxa bilərik ki, kim hansı vəzifəni istəyirsə onu seçə bilər. Amma gördük ki, uşaqlar arasında artıq narazılıqlar baş verir. Həmin vaxtda biz nə etməliyik? İşə müdaxilə etməliyik. Üçüncü ondan ibarətdir ki, burada ardıcıllıq yoxdur. Sadəcə mən özüm o formada sadalayıram. Qrup işi başa çatdıqdan sonra refleksiya mərhələsi təşkil edib, qrup üzvləri nə yaxşı olduğu, nəyi dəyişmək olar, yəni refleksiya edirlər öz işlərini. Müəllim qrupların fəaliyyətini müşahidə edir, lazım gəldikdə qrup dinamikasına dəstək verməlidir, monitorinq aparmalıdır təbii ki. Qrup nəticələri və fərdi nəticələri birləşdirmək, qrup nəticəsi ilə hər bir şagirdin fərdi töhfəsində bir-biri ilə əlaqələnir. Yəni həm fərdi məsuliyyət burada, həm də qrup məsuliyyəti formalaşdıra bilərik. Bir də burada deyilir ki, mümkünsə texnologiyalardan istifadə edin. Yəni mümkünsə texnologiyalardan istifadə edin odur ki, uşaqlara həm dərs prosesinə, həmçinin də
Dərsdən əlavə olaraq da evdə gedəndə də deyə bilərik ki, uşaqlar hər hansı bir platforma üzərindən özünüz orada müzakirə qrupu yaradaraq, yəni bu müzakirəni sinifdən kənarda da davam elətdirə bilərsiniz. Yəni təkcə dərsdə yox, evdə WhatsApp qrupu da yarada bilərsiniz. Orada da müzakirə edə bilərək, yəni yeni həll yolları və yaxud da hər hansı bir o müzakirə prosesini davam elətdirə bilərsiniz. Bu oldu nə? Bizim əməkdaşlığa əsaslanan yanaşmamız. İndi isə keçək ikinci yanaşmamız olan konstruktivizm yanaşmasına. Deməli, konstruktivizm yanaşması nə deməkdir? Onun izahına baxaq. Keçən illərdə bu konstruktivizmdən imtahana sual düşmüşdü. Mənası nə deməkdir? Təhsildə konstruktivizm qurmaq, yaratmaq mənasını gətirib çıxarır və öyrənmənin hazır biliklərin ötürülməsi kimi deyil, öyrənənin öz təcrübəsinə əsaslanaraq bilikləri qurması, formalaşdırılması prosesi kimi izah edən pedaqoji bir nəzəriyyədir. Baxın, bunu belə izah eləyim də sizə. Konstruktivizm yanaşmasında şagird hazır şəkildə informasiyanı əldə etmir. Hazır olduğu kimi, ümumiyyətlə biz zaten elə deyirik ki, şagirdə hər hansı bir informasiyanı olduğu kimi ötürməməliyik, onu olduğu kimi özümüz izah etməməliyik. Həmçinin konstruktivizmdə deyirik ki, hazır şəkildə informasiyanı əldə etmir. Ənənəvi təlimdəki kimi şagird burada pasiv mövqedə deyil, özü axtarır, araşdırır, ideyalar yaradır. Yəni təlimdə aktiv bir iştirakçı kimi iştirak edir. Baxın, testlərdə də bu yanaşmanı sırf bunun üzərindən seçəcəyik. Yəni testlərdə hər bir məsələn əməkdaşlığa əsaslanan, konstruktivizmə əsaslanan o biri yanaşmalarda indi izah verdikcə, yəni bu yanaşmanı o birilərindən fərqləndirir. Şagird artıq burada informasiyanı hazır şəkildə əldə etmir, özü axtarır, araşdırır, yeni ideyalar yaradır. Yəni təlimdə pasiv bir iştirakçı kimi çıxış etmir. Zaten kurikulum sisteminə əsasən biz elə deyirik, şagird özü araşdıran, axtaran, təqdimatlar edən, təlimdə aktiv bir iştirakçı olur. Və bu yanaşma konstruktivizm yanaşması adlanır. Və konstruktivizm yanaşması bir daha bu termin harda bizim qarşımıza çıxmışdı, yadınıza salın görün. Nəzəriyyələrdən biz Jean Piaget keçmişdik, Vygotsky nəzəriyyəsi keçmişdik. Baxın, konstruktivizmə nümunə kimi Piaget, Vygotsky bu nəzəriyyələr nümunə gətirə bilərik. Piaget nə deyirdi? Uşaq deyirdi ki, hazır şəkildə nə isə informasiyanı verməməli. Yəni uşaq özü axtarıb araşdırmalıdır deyirdi. Amma Vygotsky-də biz demişdik ki, scaffolding anlayışı var idi, düzdürmü? Scaffolding nə idi? Müvəqqəti dəstək. Öyrənmə prosesinin müvəqqəti şagirdə göstərdiyimiz müvəqqəti dəstək idi. Yəni dəstəyi əvvəl biraz göstərirdi, sonra dəstəyi çəkirdi. Yəni burada həmişə uşağa həmişə davamlı olaraq dəstək göstərməkdən söhbət getmirdi. Yəni Vygotsky də deyir ki, uşağa lazımi anda müvəqqəti şəkildə dəstək göstərirsən, sonra o dəstəyi get-gedə çəkirsən. Bu nədir? Konstruktivizmə nümunə olan nəzəriyyələrdəndir. Deməli, burada konstruktivizmin mahiyyətini bildik. Konstruktivizmin əsas 6 dənə prinsipi burada qeyd olunub. Birincisi ondan ibarətdir ki, əvvəlki biliklərin aktivləşdirilməsi. Əvvəlki biliklərin aktivləşdirilməsi deyəndə təkrar, yəni ki, mövzu daha yaxşı aydın olması üçün köhnə biliklərlə əlaqələndiririk. Hal-hazırda yeni nə isə öyrəniriksə, köhnə biliklərimizlə əlaqələndiririk keçmişdə öyrəndiklərimizi. Birbaşa tədris modelində də keçmişdik ki, biz hətta bunu. Yeni məzmun, əvvəlki biliklər, anlayışlar, təcrübə ilə əlaqələndirilir və belə olduğu halda uşaq daha yaxşı şəkildə öyrənə bilir. İkincisi odur ki, aktiv öyrənmə. Aktiv öyrənmə burada həmçinin də şagirdləri əsas olaraq düzgün cəlb etməni də dərsə cəlb etməliyik. Çünki dərs uşağa maraqlı gələrsə, aktiv şəkildə də onun iştirakını biz dərs prosesində görə bilərik. Şagird məlumatın pasiv alıcısı deyil, əksinə öyrənmənin mərkəzindədir. Bilik və bacarıqları öz fəaliyyəti ilə öyrənmə prosesində aktiv iştirak etməklə qazanır. Yəni dərs prosesində artıq uşaq özü burada axtarır, araşdırır, yeni müşahidələr edir. Nə isə məsələn qrup işi veribsə o qrupda müşahidələr aparırlar, nəticələri qeyd edirlər. Yəni aktiv şəkildə çıxış edir də. Burada şagird pasiv bir mövqedə oturub gözləmir. Həmçinin də burada dərsə şagirdləri aktiv şəkildə cəlb etməliyik. Onların maraq dairəsində uyğun bir şəkildə dərsə cəlb etməliyik ki, dərs prosesində də onları aktiv şəkildə saxlayaq. Üçüncüsü gəlir orada sosial qarşılıqlı əlaqə. Sosial qarşılıqlı əlaqə deyəndə burada həm uşaqlarda tənqidi təfəkkür, həm yaradıcı təfəkkür inkişaf etmiş olur.
Biliklər qarşılıqlı müzakirə, dialoq, əməkdaşlıq formalaşır uşaqlar arasında. Öyrənmə prosesi şagirdlər bir-birinə ünsiyyətə girdikdə, düşüncələrini bölüşdükdə, bu düşüncələrini mühakimə etdikdə və problemi birlikdə həll etdikdə daha effektiv olur. Yəni uşaqlar arasında burada qarşılıqlı fikir mübadilələri, yəni bir yerdə bir-birlərinin ünsiyyətə girərək bu formada öyrənə bilirlər. Dördüncüsü gəlir burada məna yaratma. Baxın, məna yaratma nə deməkdir? Bir var uşaq hazır bir bilik, əzbərçi bir biliyindən istifadə etsin. Burada artıq hazır bilik olmaqdan çıxır. Artıq uşaq öyrəndiyi bir şeyi öz sözləri ilə izah edə bilir. Hansı ki biz demişdik ki, bilik növlərindən konseptual bilikdə uşaq əlində olan faktoloji informasiyalar arasında əlaqə yaradaraq, əlaqələndirərək öz sözlərini çevirə bilərək onu izah edə bilir, əlaqə qura bilir. Yəni anladığı formada, başa düşdüyü formada izah edə bilirsə, bu məna yaratmadır. Bir var hazır informasiyanı elə belə əzbərləyib onu nə isə danışsın, əzbər biliklə istifadə etsin. Bir də var ki, həmin o biliklərdən özündə bir məna yaratsın, onu anlasın, başa düşsün, dərk etsin. Deyilir ki, şagird biliyi yalnız əzbərləyib yadda saxlamır, onu öz şəxsi təcrübəsi, əvvəlki bilikləri ilə əlaqələndirir, mənalandırır. Yəni məlumat beyninə mexaniki şəkildə yüklənmir. Əksinə fərdin düşüncə sisteminə uyğunlaşdırılır. Yəni görürsüz burada niyə çay dağda tez soyuyur sualına cavab verə bilmək artıq mənalandırılmış bilikdir. Yəni bu artıq biraz dərin bilikdir. Onu başa düşüb, anlayıb izah verə bilirsə, əlaqə qura bilirsə, bu artıq nədir? Məna. Sonra 5-ci mərhələmiz burada gəlir, refleksiya mərhələsi. Refleksiyanın biz artıq nə olduğunu bilirik. Yəni dərsin sonunda artıq şagirdlər mən nə öyrəndim, nə mənim üçün çətin idi, növbəti dəfə necə daha yaxşı edə bilərəm, bu kimi suallara artıq şagirdlər cavab axtarırlar. 6-cı olaraq da burada fasilitator müəllimin rolundan bəhs olunur və fasilitator müəllimin rolu da fasilitator müəllim nə idi? Prosesi idarə edən şəxs idi. Uşaqları yönləndirən, onları istiqamətləndirən, istiqamət verən şəxs idi. Və burada da müəllim dərs boyunca şagirdlərə müxtəlif istiqamətləndirici suallar verə bilər, şagirdləri düşünməyə sövq edə bilər, özlərinin bunları əlaqələndirib bir məna yaratmalarına şərait yarada bilər və müxtəlif suallardan istifadə edə bilər ki, məsələn, istiqamətləndirici suallar kimi bu nəticəyə necə gəldin, başqa izah mümkündürmü, onları düşündürməyə sövq edən suallar verə bilər və s. kimi. Və burada da təbiət fənnindən bir dənə nümunə göstərilib hər bir mərhələlər üzrə. Onu da özünüzə oxuyarsınız. Mən burada oxuyub izahı uzatmaq istəmirəm. Yəni bu mərhələlər üzrə, bu konstruktivizmin prinsipləri üzrə bir dənə nümunə təqdim olunub. Bir də burada bunu qeyd etmək istəyirəm ki, deyilir ki, konstruktiv təlimdə müəllimin rolu çox şaxəlidir. Yəni burada çox şaxəli olur deyir müəllimin rolu. Biz fasilitator qeyd olunur. Fasilitator bilir ki, öyrənməni yönləndirir, hazır bilik vermir. Sonra motivator suallar və tapşırıqlarla maraq oyadır. Yəni motivator motivasiyadan götürülüb, motivator suallar və tapşırıqlarla maraq oyadır. Moderator qrup müzakirələri təşkil edəndir, məsləhətçi fərdi dəstək göstərəndir, refleksiya rəhbəri isə öyrənməni dəyərləndirməyə kömək edir. Müəllim bilik ötürmür, biliyin əldə edilməsi üçün uyğun bir mühiti yaradır deyilir. Həmçində konstruktiv təlimdə də qiymətləndirmə, nələrdən istifadə edə bilərik biz? Şagirdlərin təbii ki, portfolları yaradılır, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə, rubriklər, layihə təqdimatlar, refleksiya jurnallarından istifadə edə bilərik. İndi isə keçək burada cədvəllərə. Deməli, burada cədvəldə qeyd olunub ki, konstruktiv yanaşmanın üstünlükləri və məhdudiyyətləri nələrdir? Deyilir ki, üstün cəhətləri aktiv öyrənməni təşviq edir. Bəli, biz deyirik ki, burada nə idi? Şagird hazır şəkildə informasiyanı yox, yəni özü axtarırdı, araşdırırdı, ideyalar yəni təlimdə aktiv bir tərəfdə çıxış edirdi. Aktiv şəkildə iştirak eləyirdi. Məhdudiyyət nə ola bilər? Zaman baxımından daha çox vaxt tələb edə bilər. Bəli, yəni vaxt biraz çox apara bilər. Çünki şagird özü axtarır, araşdırır. Bir akademik dərs saatı orada uyğun gəlməyə bilər. Tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirir. Bəli, biz deyirik ki, konstruktivizm yanaşması uşaqlarda tənqidi təfəkkürdə, yaradıcı təfəkkür də inkişaf edir. Çünki uşaqlar öz ideyalarını yaradırlar. Amma deyilir ki, hər mövzu üçün uyğun deyil. Yəni şagirdin özünün axtarıb araşdırdığı, belə deyim, fəaliyyəti
özü axtarıb araşdırdığı fəaliyyət olmaya bilər də. Yəni hər bir mövzuya uyğun olmaya bilər. Elə mövzu var ki, məsələn, orada şagird axtarıb araşdırma edib, tənqidi təfəkkürü, yaradıcı təfəkkürü inkişaf elətdirəcək bir fəaliyyət olmaya bilər. Ona görə bu məhdudiyyət sayılır. Sonra fərdi təcrübəyə əsaslanır. Qiymətləndirmə subyektiv ola bilər deyilir. Yəni burada artıq özünü hər hansı bir şagirdin biz deyirik ki, konstruktivizm yanaşmasında şagird həm özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsindən də istifadə olunur. Yəni şagirdin artıq burada özünü qiymətləndirməsi zəif olsa, bu düzgün şəkildə qiymətləndirmə aparmaya bilər. Əməkdaşlıq və sosial bacarıqları gücləndirir. Burada da deyilir ki, müəllimdən yüksək fasilitasiya bacarığı tələb edir. Yəni burada yüksək fasilitator bacarığı tələb etdiyi üçün müəllim üçün biraz bu iş çətin ola bilər. Bir də burada ənənəvi siniflə konstruktiv sinifin qarşılaşdırmasına baxaq. Ənənəvidə deyilir ki, sərt, sabit kurikuluma bağlılıq idi. Konstruktivizmdə isə şagird sual və maraqların izlənməsi. Yəni ənənəvidə artıq sərt tələblər olan, dəyişməyən, sabit bir proqram var idi. Amma hal-hazırda da biz bilirik ki, kurikulum sistemi hər il proqramı demək olar ki, hər il dəyişir. Yeni mövzular əlavə olunub. Yəni şagird sualların, maraqlarının izlənməsi burada ön planda tutulur. Təkrar üzərində öyrənmədir burada. Burada isə öyrənmənin mövcud biliklər üzərində interaktiv öyrənmədir. Onların maraq dairələrinə uyğun şəkildə burada müəllim mərkəzlidir, burada şagird mərkəzlidir. Bunların üzərində çox dayanmıram, çünki zaten bildiyimiz şeylərdir. Sonra burada deyilir ki, müəllim məlumatı ötürür, şagird passiv alıcıdır, ənənəvi təhsildə. Burada isə müəllim dialoq aparır, şagird öz biliyini qurur. Yəni öz bildikləri arasında əlaqə yaradır, məna çıxardır oradan. Burada deyilir ki, müəllimin rolu direktiv, səlahiyyət yönümlüdür. Yəni direktiv deyəndə idarəetmə tamamilə müəllimin öz əlində olur. Biliyin birbaşa ötürülməsi ön planda olur. Burada isə müəllimin rolu interaktiv, müzakirə yönümlü fəaliyyətlərdən istifadə etməsidir. Burada şagirdlər əsasən tək işləyirlər, yəni fərdi şəkildə tapşırıqlar daha çox verilir və sinifdə rəqabət yaradılırdı. Amma burada isə baxın, şagirdlər əsasən qruplarla işləyirlər, əməkdaşlıq bacarıqları onlarda formalaşmış olur. İndi isə keçək o biri yanaşmaya. İndi isə gələk refleksiv pedaqoji yanaşmaya, bunun izahına. Deməli, refleksiv deyəndə refleksiyanın artıq nə olduğunu biz bilirik. Burada da refleksiya müəllimin və şagirdin öz fəaliyyətinə tənqidi baxışı və bu fəaliyyətdən nəticə çıxarması, gələcəkdə təkmilləşdirmə addımları atması deməkdir. Yəni burada refleksiya həm müəllim, həm də şagird öz işini refleksiya edir, dəyərləndirir, qiymətləndirir. Müəllim üçün olanda müəllim öz tədris fəaliyyətinə baxır. Nəyi necə öyrətdim? Nəticəni təhlil edir. Şagirdlər necə öyrəndi? Və yeni strategiyalar planlaşdırır ki, növbəti dəfə necə etsəm daha yaxşı ola bilər. Yəni burada müəllim öz işini dərindən bir təhlil etmiş olur ki, öz tədris fəaliyyətinə baxır. Mən bugün şagirdləri necə öyrətdim, nəyi necə öyrətdim, nəticəni təhlil edir. Şagirdlər necə öyrəndi və özündə yeni strategiyalar planlaşdırır ki, bugünkü dərsdə görür ki, nəsə bir çatışmamazlıq varsa, növbəti dəfə necə etsəm daha yaxşı ola bilər. Həmin o çatışmazlıqları mən aradan qaldıra bilərəm. Bu formada müəllim öz işini refleksiya edir. Şagird isə təbii ki, öz öyrənmə prosesinə baxır. Nəyi daha yaxşı başa düşdüm, çətinlikləri müəyyən edir, harada çaşdım, nəyə görə çaşdım, məndə bu mövzu üzrə çətinlik harda oldu. Dəyişiklik planlaşdırır, yəni öz planını qurur. Gələn dəfə necə fərqli öyrənə bilərəm. Bir növ metakognitiv bacarıqlar da şagirdlərdə formalaşmış olur. Və burada refleksiv pedaqoji yanaşmanın 3 dənə mərhələsi var. Birinci mərhələ ondan ibarətdir ki, müşahidə, ikincisi təhlil və dəyərləndirmə, üçüncüsü planlaşdırma və dəyişiklikdir. Birincisi müşahidə. Burada müəllim şagirdləri tapşırığı fərqli şəkildə başa düşürlərmi? Müşahidə edir, onu ortaya çıxardır. Şagird isə bu üsul mənim üçün çətindirmi, yoxsa maraqlı? Bunu müşahidə nəticəsində bu suala cavab axtarır. İkincisi dedik ki, biz təhlil və dəyərləndirmə. Təhlil və dəyərləndirmə burada artıq müəllim əgər bu üsul işləmədisə, səbəb nə oldu? İzahım, vaxt, yoxsa resurs, yoxsa motivasiya. Yəni artıq öz işini həm təhlil edir dərindən, həm də dəyərləndirmə aparır. Şagird isə səhvim nədən qaynaqlandı? Öz işini təhlil edir ki, hər hansı bir tapşırıqda səhv edibsə, bu səhvim nəyə görə oldu? Səhvim nədən qaynaqlandı? Və üçüncü mərhələdə təbii ki, planlaşdırma və dəyişiklik. Artıq həmin o
belə deyim ki, təhlil nəticəsində, müşahidə nəticəsində sonra ona uyğun öz işini planlaşdırır və dəyişiklik lazımdırsa həmin o dəyişiklikləri edir. Müəllim deyir ki, burada növbəti dəfə bu mövzunu daha çox vizual və ya praktik üsulla təqdim edəcəm. Görür ki, uşaqlar bəziləri mənimsəyə bilmir, çətinliklər çəkir. Ona görə deyir ki, növbəti dəfə mövzunu daha vizuallaşdıracağam, praktik üsullarla tətbiq edəcəm ki, uşaqlar daha yaxşı öyrənə bilsinlər. Şagird isə deyir ki, növbəti tapşırıqda əvvəlcə plan quracağam, planla irəli hərəkət edəcəm. Və burada da nümunələr verilib Azərbaycan dili dərsindən, riyaziyyatdan falan. Bunları da özünüz üçün oxuyarsınız. İndi isə burada bir dənə cədvəl göstərilib. Bu cədvələ də baxmaq istəyirəm. Burada refleksiya üsulları və alətləri qeyd olunub. Deməli, refleksiya üsullarını biz sizlərlə keçmişdik. 3-2-1 idi, şəxsi jurnallar idi, sonra cümlə kökləridir, müsahibədir, müzakirə və s. üsullar çox idi. Burada isə 1-2 dənə əlavə olan üsul da var bu cədvəlin içərisində. Burada məsələn 3-2-1 texnikası. 3-2-1 texnikası biz bildik ki, 3 öyrəndiyin məqamı qeyd edirdi şagird, 2 dənə maraqlı gələn məqamı qeyd edirdi və bir dənə hələ də qaranlıq qalan bir sualı orada qeyd etmiş olurdu. Dərsdə öyrənilən biliklərin xülasəsini yazırdı. Sonra refleksiya dairəsi. Baxın, refleksiya dairəsi sizlərlə cümlə kökləri keçmişdik. Bax, o cümlə köklərinin başqa bir adı refleksiya dairəsi adlanır. Burada da şagirdlər məncə bugün və hazır ifadələr verilirdi. Sonları isə nöqtələr qoyulurdu. Şagirdlər özləri tamamlayırdı o ifadələri. Burada məsələn məncə bugün daha yaxşı əməkdaşlıq etdim. Yəni bu refleksiya dairəsi cümlə kökləri eyni bir şeydir. Sual körpüsü. Bu sual körpüsü deyilir ki, keçmiş biliklə yeni bilik arasında əlaqə qurur. Keçən dərslə bugünkü dərs arasında hansı fərq var? Artıq bu suala şagird cavab axtarmış olur. Refleksiya edir. Özünə məktub. Bu da maraqlı üsullardan biridir. Yəni şagird burada öyrəndikləri ilə bağlı özünə yazılı şəkildə məktub yazır. Gələcəyi üçün bir dənə özünə məktub yazmış olur. Əziz gələcək, mən indi anladım ki, tələsməmək vacibdir. Yəni özünə artıq gələcəyi ilə bağlı bir dənə məktub yazaraq fəaliyyətini refleksiya edir. Müəllim jurnalı. Biz şagird jurnalı keçmişdik. Burada isə müəllim jurnalı. Burada müəllim hər dərsdən sonra qısa qeyd aparır. Qrup işi planlaşdırdığım kimi getdi, lakin zaman az oldu. Fikir verirsinizsə, yəni bu mövzuda, bu refleksiv yanaşmada həm şagirdin refleksiyasına, həmçinin də müəllimin refleksiyasına da yer ayrılıb. Əvvəlki refleksiyada biz daha çox şagird fəaliyyətindən danışırdıq ki, dərs prosesində şagirdi refleksiya edək, onu refleksiya öz işini dəyərləndirməyə, qiymətləndirməyə sövq edək. Təbii ki, müəllim də öz işini refleksiya etməlidir ki, dərindən bir təhlil aparmalıdır ki, növbəti dəfə dərsi üçün planlaşdırmanı düzgün şəkildə apara bilsin. Yəni burada da gördüyünüz kimi müəllim fəaliyyətinə də yer ayrılıb. Sonra burada da refleksiv pedaqoji yanaşmanın faydaları qeyd olunub. Şagird üçün öz düşüncəsini izləməyi öyrənir, uğur və çətinlikləri dərk edir, öyrənməyə sahiblik hissi formalaşır, fərqli yanaşmalar axtarır. Müəllim də təbii ki, öz dərsini təkmilləşdirir, tədris qərarlarında daha inamlı olur, peşəkar inkişaf və innovasiya açıq olur, yeni metodları sınamağa cəsarət edir. İndi hamının beynində formalaşan o sualı mən sizə deyim. Deyəcəksiniz ki, ay müəllimi, burada söz yığınağı çoxdur, bunların hamısını əzbərləməyə ehtiyac varmı? Əlbəttə, əzbərləməyə ehtiyac yoxdur. Biz zaten nəyisə əzbərləyərək yox, başa düşərək, mahiyyətini dərk eləyərək öyrənirik. Dediyim kimi elə dərsin əvvəlində söz yığınağı çoxdur, amma ümumi mahiyyətini siz artıq hər bir fəaliyyətin, yanaşmanın başa düşmüsünüzsə, testlərdə də rahat şəkildə ayırd edə biləcəksiniz. Bir dənə də yanaşmamız qalıb bizim adaptiv yanaşmanın. Onun da izahını verdikdən sonra bir-iki dənə test nümunəsində də baxarıq ki, sizə tam şəkildə aydın olsun. Deməli, gələk adaptiv yanaşmaya. Nədir adaptiv yanaşma? Adaptiv yanaşma əslində bu termində sizə yad bir termin deyil. Biz inklüziv təlim keçəndə, yadınıza gəlirsə orada, inklüzivliyi tətbiq etmək üçün səmərəli yollar var idi orada. Korporativ öyrənmə, müəllimlərin peşəkar inkişafı, əlavə təlim materialları idi, müxtəlif qiymətləndirmə üsulları və adaptasiya edilmiş dərs və tapşırıqlar var idi. Adaptasiya edilmiş dərs və tapşırıqlar deyəndə, baxın, sinifdə tutalım ki, inklüzivliyə malik bir şagird varsa,
Biz demişdik ki, materialları şagirdlərə uyğun şəkildə təqdim etməliyik. Tapşırıqlarımızı, keçdiyimiz tapşırıqları şagirdlərə uyğunlaşdırmalıyıq. Baxın, burada da eyni şeydir. Məsələn, uşağın görmə zəifliyi varsa, mən slaydla nə isə uşaqlara izah edirəmsə, eyni zamanda şifahi şəkildə də mən izah edirəm ki, o uşaq da eşidə bilsin və yaxud da eşitmə zəifliyi olan şagird varsa sinifdə nə isə izah eləyəndə eyni zamanda slaydla göstərə bilərəm, daskada yazılı şəkildə yazı formasında göstərə bilərəm ki, o uşaq da məlumatı dərk eləsin, anlasın. Və yaxud da sinifdə potensial cəhətdən uşaqlar fərqlidir ki, biraz potensial cəhətdən güclü şagirdlər var, orta səviyyəyə, zəif oxuyan şagirdlər var. Baxın, onları da biz nəzərə almalıyıq. Yəni şagirdi, o məsələn zəif potensiala malik olan bir şagird varsa, mən ona çətin tipli bir tapşırıq versəm, o uşaq motivasiyadan düşə bilər. Amma ona biraz sadə tapşırıq, özünün bacara biləcəyi tapşırıq versəm, bu artıq nədir? Adaptiv yanaşmadır. Yəni bunu mən həmin o uşağın səviyyəsinə, potensialına uyğun şəkildə uyğunlaşdırdım. Səviyyəsinə uyğunlaşdırmaq, yəni adaptasiya etmək, adaptiv yanaşma, adaptasiya etmək deməkdir. Başa düşürsünüz də yəqin ki, nə demək istəyirəmsə. Yəni burada artıq bir də bunu deyim ki, bu o demək deyil ki, mən artıq sinifdəki hər bir şagirdlə ayrı-ayrı məşğul oluram. Mövzu eyni olur. Sinifdəki şagirdlərə hamısına eyni mövzunu keçirəm. Sadəcə burada mən tapşırığı fərqli şəkildə təqdim edə bilərəm. Onların səviyyələrini, potensial fərqlərini nəzərə alıram ki, bir şagirdə məsələn onların eyni çətin tapşırığı versəm, təbii ki, burada uşaqlar arasında bərabər imkanlarda pozmuş olaram. Ədalət prinsipini pozmuş olaram. Ədalətli davranmamış olaram. Yəni adaptiv yanaşma uşaqlara ədalətli şəkildə, yəni burada ədalətliyi təmin etməyə xidmət edir. Uşaqlara tapşırıqları biz uyğunlaşdırmalıyıq. Onların səviyyələrinə uyğun şəkildə tapşırıq verməliyik. Deməli, burada indi yazılanları oxuyaq. Adaptiv yanaşma deyilir ki, öyrənmə şagirdin fərdi xüsusiyyətlərinə, bacarıq səviyyələrinə, maraqlarına, öyrənmə sürətinə uyğun şəkildə fərdiləşdirilməsi deməkdir. Zaten biz, bunlar əslində bizə yad ifadələr deyil. Zaten biz inklüziv mühitdə də bunları keçmişik, diferensial təlimdə də bunları keçmişik. Deyirik ki, şagirdlərin fərdi xüsusiyyətlərini, öyrənmə tərzlərində, yəni hər bir şagirdin öyrənmə tərzinə uyğun şəkildə onların fərqliliklərini, fərdiliklərini nəzərə almalıyıq, potensiallarını, öyrənmə səviyyələrini nəzərə alaraq zaten biz eyni mövzunu müxtəlif formatlarda təqdim etməyi bacarmalıyıq. Və adaptiv yanaşmada da burada da deyilir ki, təhsildə ədalətliliyi təmin edir, üstündən xətt çəkdim. Yəni təhsildə ədalətliliyi təmin edir. Sinifdəki şagirdlərimə mən tapşırıqları uyğunlaşdırıramsa, deməli mən burada ədalətliliyi qorumuş oluram. Və gələk ən əsas məqama, adaptiv yanaşmanın əsas prinsipləri. Burada 3 dənə prinsip var. Fərdiləşdirmə, davamlı diaqnostika və rəy, bir də dəstəyin tədricən azaldılması, scaffolding. Birinci elə fərdiləşdirmədən danışaq. Əslində əlavə bir nəsə yoxdur burada. Elə indi danışdıqlarımdır. Yəni fərdiləşdirmə nədir? Eyni tapşırığı müxtəlif şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq onların bilik səviyyələrini, öyrənmə tərzlərini nəzərə almağımdır. Yəni fərdiləşmə ona görə vacibdir ki, bayaq da dediyim ki, nümunə gətirdim. Zəif şagirdlərə hər hansı bir çətin tipli tapşırıq versəm, təbii ki, onlar motivasiyadan düşəcəklər və yaxud da ən savadlı, yaxşı oxuyan, əlaçı şagirdə mən rahat bir tapşırıq verəcəmsə, o anında o tapşırığı həll edəcək. Yəni o artıq istəyəcək ki, daha çətin tipli bir tapşırıq həll eləsin. Ona görə biz nə etməliyik? Uşaqların səviyyələrinə uyğun şəkildə biz tapşırığı təqdim etməliyik. Amma burada hər bir şagirdə fərqli, ayrı-ayrı dərs keçirilmir. Baxın, burada da o qeyd olunub ki, ayrı dərs keçirmək mənasına gəlmir. Mövzu eynidir. Amma tapşırığın təqdim olunma forması, çətinlik dərəcəsi, dəstək səviyyəsi bunlar fərqlidir. Şagirdlərin potensiallarına uyğun şəkildə təqdim edirik. Burada da fərdiləşmə prosesinə sxematik şəkildə təsviri verilib. Fərdi ehtiyacları müəyyənləşdirilir, uyğun resurs tapşırıqlar seçilir, dəstək səviyyəsi tənzimlənir, şagirdin müstəqil öyrənmə bacarığını inkişaf etdirir və uğur hissi, davamlı motivasiyanı təmin edilir. Burada bunların hər birini əzbərləməyə ehtiyac yoxdur. Sadəcə ümumi mahiyyətini başa düşsəz kifayətdir. Burada da deyilir ki, necə fərdiləşdirmək olar? 3 istiqamətdə fərdiləşdirə bilərik biz. Məzmun üzrə fərdiləşdirmə, tapşırıq üzrə fərdiləşmə, bir də dəstək səviyyəsi üzrə fərdiləşmə. Cədvəldə də nümunə formasında verilib. Məzmun üzrə fərdiləşmə deyəndə məzmun nədir?
bayaq izah etdiyim kimi daha zəif şagirdlərə onlara uyğun şəkildə, nə bilim, şəkillərdən, sxemlərdən, materiallardan istifadə edərək daha potensialı yüksək şagirdlərə biraz dərinləşdirilmiş versiyada mövzunu və yaxud da mətni təqdim etmək. Tapşırıq üzrə fərdiləşdirmə. Burada da zəif uşaqlara daha sadə tapşırıq veririk, güclü şagirdlərə isə daha çətin tipli yaradıcı fəaliyyətlər, yaradıcı tapşırıqlar verə bilərik. Dəstək səviyyəsi üzrə fərdiləşmə nə deməkdir? Baxın, dəstək səviyyəsi üzrə fərdiləşmə deyəndə, yəni bayaqdan dediyimiz kimi elə sinifdə bütün şagirdlər eyni dərəcədə müəllimin köməyinə ehtiyac duymaya bilər. Elə şagirdlər var ki, müəllimin köməyinə, dəstəyinə ehtiyacı olur. Yəni orada müəllim artıq ona yol göstərir, istiqamət verir, fasilitatorluq edir. Amma elə şagird də var ki, müəllimin köməyinə ehtiyac yoxdur. Tapşırığı işləyirsən, məsələn, hər hansı bir kömək lazım olanda, yox deyir, mən özüm həll edərəm. Yəni burada artıq müəllim kimi fasilitatorluğu bir addım geriyə atırıq. Yəni uşaq özü burada artıq uşağa nə edirik? Müstəqillik vermirik, müstəqil işləməyə təşviq edirik. Uşaq özü məsələn savadlı uşaqdır, rahat şəkildə, sərbəst şəkildə tapşırığı həll edir. Deyir ki, yox müəllim, kömək ehtiyacım yoxdur, özüm sərbəst şəkildə işləmək istəyirəm. Amma elə uşaq da var ki, bir ipucuya, müəyyən qədər bir istiqamətə, bir müvəqqəti bir dəstəyə ehtiyac duya bilir orada. Ona görə dəstək səviyyəsinə görə burada fərdiləşdirmə aparmalıdır. Burada da praktik nümunə verilib. Bunları da oxuyarsınız özünüzdə. Bunları oxuyub, belə deyim ki, mövzunu izahı daha doğrusu uzatmaq istəmirəm. Sonra burada yenə 1-2 dənə cədvəl verilib, onları da baxaq. Deyilir ki, müəllim sinfi bilik səviyyəsinə görə 3 qrupa bölünür. Əslində biz deyirik ki, o akademik cəhətdən zəif şagirdləri, güclü şagirdləri, yəni bu cür qruplaşdırma əslində düz deyil, amma heterogen və homogen qruplar demişdik də biz, yəni yeri gələndə homogen qruplardan da istifadə edə bilər. Burada da həmin belə deyim ki, bilik səviyyəsinə görə qruplarda şagirdlərə hansı formada tapşırıqlar verə biləcəksə, məsələn, qruplara ayırıb ki, nailiyyət səviyyəsi aşağı olan dəstəyə ehtiyacı olan şagirdlərə sadələşdirilmiş, şəkilli infokartlardan məsələn istifadə edə bilər. Burada nümunə üzərində verilib, bunları oxumaq istəmirəm. Nailiyyət səviyyəsi orta olan, yəni müstəqillik artan, qısa mətn, illüstrasiyalar təqdim edə bilər. Nailiyyət səviyyəsi yüksək olan şagirdlərə isə genişləndirilmiş məlumat vərəqi, müxtəlif bitkilərin çoxalma yolları müqayisə edən mini blokat və s. hazırlaması təqdim edə bilər. İndi isə keçək davamlı diaqnostika və rəy. Bunlar nə idi? Adaptiv yanaşmanın əsas prinsipləri idi. Fərdiləşdirmə haqqında biz danışdıq. İndi isə ikinci prinsipi o idi ki, davamlı diaqnostika və rəy. Burada da davamlı diaqnostika və rəydə müəllim təlimdə əsas şərtlərdən biri odur ki, şagirdin öyrənmə prosesini davamlı müşahidə və qiymətləndirmə yolu ilə izləməsidir. Biz formativ qiymətləndirmədə də demişdik ki, dərs prosesində müəllim şagirdin öyrənmə prosesini nə etməlidir? Davamlı şəkildə müşahidə etməlidir və onu qiymətləndirmə yolu ilə izləməlidir. Və burada da elə də vacib, çətin nəsə yoxdur. Davamlı diaqnostika və rəy deyəndə, yəni davamlı diaqnostika deyəndə, burada müəllim dərsin sonunda deyil, dərs zamanında qısa sual-cavablar etməklə şagirdin mövzunu anlayıb anlamadıqlarını yoxlaya bilər və ona rəy verə bilər. Fəaliyyətini izləyir və rəy verə bilər. Bir də burada rəyin formaları qeyd olunub. Şifahi rəy, yazılı rəy, simvolik rəy və özünə və yoldaşına rəy. Deməli, şifahi rəy deyəndə dərs zamanı dərhal verilən qısa, motivasiya edici və istiqamətləndirici sözlərdir. Məsələn, nümunə kimi, bu addımı çox yaxşı etdin. İndi növbəti mərhələni yoxla. Yəni, bu sadəcə şifahi şəkildə verilmiş bir dənə rəydir. Motivasiya etmək üçün, istiqamətləndirmək üçün bir balaca rəy verir ki, bu addımı çox yaxşı etdin. Həm də müsbətdən başlayır. Bu addımı çox yaxşı etdin, indi isə növbəti mərhələni yoxla. Yazılı rəy isə yazılı şəkildə, tapşırıq vərəqində və yaxud da portfolyoda verilən qısa bir qeyddir. Yazılı şəkildə yazır. Əsas fikri tapmısan, amma sübut hissəsini gücləndir. Bu formada şagirdə istiqamət verdi və gördüyünüz kimi müsbətlə başladı. Simvolik rəy nədir? Əsasən ibtidai siniflərdə müəllimlər tərəfindən şagirdlərə o stikerlər yapışdırırlar ulduz formasında, nə bilim müxtəlif emosiyaları özündə əks etdirən stikerlərdən istifadə edə bilər. Emoji, rəng, nişan, stiker və s. vasitəsilə qurulan əks əlaqə. Adi bağçalarda da görürsünüz ki, uşaqlara ulduzlar çəkilir. Bu formada onları simvolik rəy verilir müəllim. Burada da nümunə kimi əla, yaxşı başlanğıc, yenidən cəhd et. Bu kimi belə deyim ki, stikerlərdən istifadə oluna bilər. Özünə və yoldaşına rəy isə şagird
şagirdlərin bildiyimiz kimi özünü qiymətləndirməsi, özünə düzgün şəkildə yanaşa bilmək, yoldaşına düzgün şəkildə rəy vermək, bir-birlərinə və özlərinə verdiyi rəydir. Məncə bu tapşırıqda ən yaxşı planı düzgün qurmağım idi. Bu şagirdin özünə verdiyi rəy hesab olunur. Bir də burada hər bir müəllimin bilməli olduğu vacib məqamlar qeyd olunub. Dərsdə ən azı bir dəfə şagirdə fərdi rəy verin. Səhvləri cəzalandırmayın, onları inkişaf üçün fürsət kimi təqdim edin. Şagirdin uğurunu riyazi nəticə ilə deyil, prosesdəki irəliləyişlə əlaqələndirin. Yəni adi gündəliyə də səviyyə yazılır, birbaşa 5 qiymət yazılır, formada da düzgün deyil. Sonra rəyləri konkret, qısa, əməlli addımla təqdim edin. Növbəti dəfə cümləni səbəb-nəticə əlaqəsi ilə qurun. Bu oldu bizimlə davamlı diaqnostika və rəy, yəni düzgün şəkildə fəaliyyəti izləyib, davamlı müşahidə və düzgün şəkildə qiymətləndirərək rəy verməkdən ibarət idi bu mərhələ. Burada da çətin nəsə yoxdur. Və ən son olaraq üçüncü prinsipimiz adaptiv yanaşmanın dəstəyin tədricən azaldılması, yəni scaffolding. Bayaq da mən sizə izah verdim ki, sinifdəki şagirdlərin hamısı eyni dərəcədə müəllimin köməyinə ehtiyac duymur. Bəziləri məsələn asanlıqla qavraya bilir, bəziləri isə daha çox müəllimin köməyinə, dəstəyinə ehtiyac duyur. Ona görə də müəllim burada təbii ki, həmin o fərqlilikləri görərək şagirdlər arasında olan və burada artıq hansı şagirdə hansı dərəcədə köməyə ehtiyacı olduğunu fərqi ayırd edərək o dəstəyi verməlidir. Eyni zamanda dəstəyi tədricən aradan qaldırır ki, şagird öz biliyini və düşüncə müstəqilliyini qura bilsin, hədəfə sərbəst şəkildə çata bilsin. Baxın, burada əsas məqsəd də budur. Əvvəlcə biz scaffolding edirik, şagirdə müvəqqəti həm dəstəyi göstəririk, öyrənmə prosesində köməkliyimizi göstəririk, dəstək veririk. Burada amma hazır cavab və ya məlumat yox, öyrənməsi üçün dəstək verməkdən söhbət gedir. Lakin eyni zamanda bu dəstəyi biz nə etməliyik? Tədricən aradan qaldırmalıyıq ki, şagird artıq öz biliyini, düşüncəsini, müstəqilliyini qura bilsin. Hədəfə artıq get-gedə sərbəst şəkildə özü çata bilsin. Və burada da scaffolding üçün nümunələr verilib bu cədvəlin içərisində. Burada da dərslərdən nümunələr gətirib özünüz üçün elə oxuyarsınız. Əsas bunun mahiyyətini başa düşdünüzsə, testlərdə yaza biləcəksiniz. İpucudur məsələn dəstək növü olaraq ipucu. Tapşırığın cavabını demədən istiqamət göstərə bilər. Nümunə kimi burada bu addımda hansı riyazi əməliyyatı istifadə etmək olar? Model göstərmə. Addımları birlikdə nümayiş etdirir. Sonra müəllim ilk misalı özü həll edir. Sonra artıq uşağa o bir fəaliyyəti verə bilər. Sual vermə, düşünməni yönləndirən suallar verə bilər. Əgər bu hissəni dəyişsək, nəticə eyni qalarmı? Addım-addım rəhbərlik, yəni tapşırığı birlikdə icra etmək, sonra məsuliyyəti birbaşa şagirdə ötürmək. Birlikdə ilk tapşırıq həll edir, sonra fərdi şəkildə çalışma verə bilər şagirdə. Müşahidə və rəy, şagirdin müstəqil addımları müşahidə edib qısa şəkildə rəy verir. Yaxşı başladın, indi öz fikrini sübut et. Bu formada scaffolding dəstək vermək üçün nümunələrdən istifadə edə bilərik. Həmçində burada qeyd olunub ki, adaptiv yanaşmanın çətinliklərdən biri də müəllimlərin çox vaxt və planlaşdırma tələb etməsidir. Yəni vaxt çatdırmama problemi ola bilər dərs prosesində və planlaşdırma tələb etməsi çətinliklərdən ola bilər. Amma üstün cəhətləri nədir? Üstünlüklər təbii ki, fərdi potensialın aşkarlanmasıdır. Yəni hər şagird öz sürəti ilə irəlilədiyi üçün burada potensial itmir. Hər bir şagirdin öz fəaliyyətinə uyğun şəkildə tapşırıqlar verir. Motivasiya artır uşaqlar arasında. Tapşırıq nə çox çətin, nə də ki çox asan olur. Hər bir şagirdin səviyyəsinə uyğun formatda, bütün şagirdlərin işləyə biləcəyi formada tapşırıqlar təqdim olunur. Zəif və güclü şagirdlər eyni zamanda inkişaf etmiş olur. Müxtəlif səviyyəli dəstək və ədalətli öyrənmə mühiti yaratdığı üçün burada zəif və güclü şagirdlər eyni zamanda inkişaf etmiş olur. Və müəllim-şagird əlaqəsi təbii ki, nə olur? Güclənmiş olur. Müəllim hər şagirdin ehtiyacını daha yaxşı anladığı üçün təbii ki, müəllimlə şagird arasında olan o münasibətlər də yaxşıya doğru gedir. Dərsimiz bu qədər. Əslində dediyim kimi çətin bir mövzu deyil, sadəcə söz yığınağı çoxdur. Nə keçdik biz bugün? Hansı yanaşmalar? 4 dənə yanaşmadan danışdıq biz burada, düzdürmü? Birincisi biz dedik ki, əməkdaşlığa əsaslanan yanaşma. Yəni uşaqları biz əməkdaşlığa, bir-birlərindən öyrənməyə, bir-birlərindən fikir mübadiləsi yaratmağa sövq etməliydik. Sonra konstruktivizm yanaşması idi. Konstruktivizm yanaşması nə idi? Şagird artıq ənənəvi təlimdəki kimi pasiv bir mövqedə çıxış etmirdi. Özü axtaran, araşdıran, aktiv şəkildə çıxış etmək varsa, konstruktivizm yanaşması idi. Sonra refleksiv yanaşma keçdik. Refleksiv bildiyimiz kimi burada həm müəllim öz fəaliyyətini təhlil edir, dəyərləndirir, refleksiya aparır, həm də şagird öz fəaliyyətini nə etmiş olur? Refleksiya etmiş olur.
Axırıncısı olaraq da dedik ki, adaptiv yanaşma. Adaptiv yanaşmada deyən dərs prosesində şagirdlərin fərqliliklərini, fərdiliklərini, öyrənmə tərzlərini, onların potensiallarını, səviyyələrini nəzərə alaraq dərs tapşırıqlarını onların fəaliyyətlərinə uyğunlaşdırmaq. Elə bunların mahiyyəti, məğzicanı bundan ibarətdir. Ümid edirəm mövzunu başa düşmüsünüz. İndi 1-2 dənə test nümunəsini də göstərim sizə, sonra sağollaşaq. Baxaq burada ikinci suala. Sualımızda deyilir ki, müəllim dərsi elə təşkil edir ki, şagirdlərin bilik səviyyəsi, öyrənmə sürəti, ehtiyacları nəzərə alınsın. Təlim prosesi bu fərqlərə uyğun şəkildə çevik tənzimlənsin. Verilənlərdən hansı bu müəllimin yanaşmasına daha uyğun gəlir? İlk əvvəl siz situasiyanın özünü təhlil edin, görün. Bu hansı yanaşmaya aiddir? Özünüz orada cavablandırın, görün. Bəli, adaptiv yanaşma demisinizsə, düz demisiniz. Deməli, fikir verirsinizsə, müəllim dərsi elə təşkil edir ki, şagirdlərin bilik səviyyəsini də, öyrənmə sürətini də, ehtiyaclarını da nəzərə alır və təlim prosesləri bu fərqlərə uyğun şəkildə çevik tənzimlənir. Yəni, o öyrənmə tərzləridir, bilik səviyyəsidir, onların ehtiyacları da hamısını nəzərə alıb onlara uyğunlaşdırır müəllim. A variantında deyilir ki, müəllim dərs zamanı şagirdlərin ehtiyac və bacarıq səviyyələrini izləyir. Bu müşahidələrə əsaslanaraq izah üsullarını, tapşırıqların həcmini və çətinlik dərəcəsini fərqli şəkildə tənzimləyir. Elə cavab variantımız olacaq A variantı. Fikir verirsinizsə, burada da müəllim dərs zamanı şagirdlərin ehtiyaclarını, bacarıq səviyyələrini izləyir. Müşahidələrə əsaslanaraq izah üsullarını, tapşırıqların həcmini, çətinlik dərəcəsini fərqli şəkildə tənzimləyir. Yəni, uşaqların o ehtiyaclarına uyğun şəkildə adaptasiya etmiş olur. Ona görə elə A variantı uyğundur. B variantında isə deyilir ki, müəllim dərsin əvvəlində problem vəziyyəti yaradır. Şagirdlərin fikirlərini dinləyir və əsas anlayışların kəşf yolu ilə formalaşmasına şərait yaradır. Baxın, bu hansı olacaq? Bu olacaq konstruktivizm. Çünki konstruktivizmdə biz dedik ki, şagird pasiv mövqedə çıxış etmir, aktiv olur, özü araşdırır, axtarır, kəşf yolu ilə nə isə özü axtararaq tapır. Burada da fikir verirsinizsə, şagirdlərin fikirlərini müəllim dinləyir, dərsin əvvəlində problemli vəziyyət yaradaraq və əsas anlayışları kəşf yolu ilə formalaşmasına şərait yaradır. Artıq uşaqlar özü orada nə edəcək? Axtaracaq, araşdıracaq. Yəni, pasiv mövqedə uşaqlar çıxış etmir. Bu olacaq nə? Bizim konstruktivizm. C variantında deyilir ki, müəllim dərsdən sonra öz fəaliyyətini təhlil edir, çətinliklərin səbəblərini müəyyənləşdirir, növbəti dərs üçün strategiyalarını yenidən planlaşdırır. Bu hansı yanaşmaya aid olacaq? Əlbəttə ki, refleksiv yanaşmaya. Görürsünüz, bu müəllim öz fəaliyyətini təhlil edir. D variantında deyilir ki, müəllim şagirdləri ortaq məqsəd ətrafında birləşdirir. Onları qarşılıqlı müzakirə, fikir mübadiləsi tələb edən fəaliyyətlər təqdim edərək birgə qərar vermə və məsuliyyət paylaşımını təşviq edir. Özünüz orada cavablandırın. Bəli, bu olacaq nə? Əməkdaşlıq yanaşması. Yəni, qarşılıqlı müzakirədir, fikir mübadiləsidir. Bu, birgə işləməkdir. Bu olacaq bizim əməkdaşlıq yanaşmamız. Y-də isə deyilir ki, müəllim dərsin sonunda əldə olunan nəticələri qiymətləndirərək tədris prosesinin ümumi effektivliyini müəyyənləşdirir. Bu da nə olacaq? Refleksiv yanaşma olacaq. Başqa bir nümunəyə də baxaq, yekunlaşdıraq. Baxaq 7-ci nümunəyə, 7-ci sualımıza. Deyilir ki, müəllim dərsi elə təşkil edir ki, şagirdlər qarşılıqlı əlaqə və birgə fəaliyyət əsasında birgə fəaliyyət vasitəsilə öyrənsin, fikir mübadiləsi aparsın, ortaq nəticələr əldə etsinlər. Verilənlərdən hansı müəllimin yanaşması ilə uyğunluq təşkil edir? Ümumiyyətlə, bu yanaşma özü hansı yanaşmaya nümunədir? Əgər şagirdlər qarşılıqlı əlaqə və birgə fəaliyyət vasitəsilə öyrənirlərsə, təbii ki, bu olacaq nə? Bizim əməkdaşlıq situasiyada, yəni əməkdaşlıq yanaşmasına aiddir. A-da deyilir ki, müəllim dərs prosesində şagirdlərin fərdi xüsusiyyətlərini, öyrənmə imkanlarını müşahidə edir və bu müşahidələrə əsaslanaraq tapşırıqların səviyyəsini uyğunlaşdırır. Açar məqam buradadır. Uyğunlaşdırır, fərdi xüsusiyyətlər, öyrənmə imkanlar. Bu hansına aid olacaq? Əlbəttə, adaptiv yanaşmaya. B-də deyilir ki, burada müəllim dərsə düşündürücü bir vəziyyətlə başlayır. Şagirdlərin ilkin fikirlərini səsləndirməsinə şərait yaradır. Anlayışlarını
anlayışların müəllimin izahı olmadan tədricən formalaşmasını təmin edir. Təbii ki, burada nə olacaq? Burada görürsünüz ki, aktiv şəkildə özü şagird aktiv şəkildə iştirak edir, burada düşünməyə sövq eləyir, həmçində motivasiyanı düzgün şəkildə qurur. Burada müəllim bu hansı yanaşma idi? Konstruktivizm yanaşmasına nümunə idi. Həmçində orada onun prinsipləri də verilmişdi. C-də isə deyilir ki, müəllim dərs bitdikdən sonra təlim prosesini qiymətləndirir. Üzə çıxan çətinliklərin səbəbini araşdırır, növbəti dərslər üçün yanaşmanı yenidən qurur. Burada görürsünüz, bir refleksiv yanaşma var. Refleksiya edir müəllim öz işini. Sonra o biri variantda isə deyilir ki, müəllim şagirdlərə eyni tapşırıq çərçivəsində fərqli məsuliyyətlər verir. Onları qarşılıqlı müzakirə apararaq işi birlikdə planlaşdırmasına, ümumi qərara gəlməsinə imkan yaradır. Bu nə olacaq? Əlbəttə bizim situasiyamızla uyğunluq təşkil edir və əməkdaşlığa əsaslanan yanaşmaya aid olacaq. Çünki fərqli vəzifə bölgüsü var burada. Fərqli məsuliyyətlər verir hər bir şagirdə. Qarşılıqlı müzakirə aparılır burada, planlaşdırılır və ümumi şəkildə qərara gəlir şagirdlər. Y variantına da baxaq, deyilir ki, müəllim dərsin sonunda əldə olunan nəticələri ümumi şəkildə təhlil edir və tədrisin səmərəlilik səviyyəsini müəyyənləşdirir. Bu da olacaq nə? Bizim refleksiv yanaşmamız. İzahımız bu qədər. Ümid edirəm başa düşmüsünüz. Videonu bəyənməyi, rəy yazmağı unutmayaq. Sağ olun.